Hər vaxtınız xeyir olsun, necəsiz? Bugün sizlərlə sonuncu yekun monitorinq izahına baxırıq, imtahanın izahına baxırıq. Gəlin başlayaq birinci sualdan. Deməli, şəklə uyğun gələn sözü müəyyən edin. Uşaqlar, burada deməli kompasdır. Bir də olacaq A variantı. İkinci, buna deyirlər xırman. Uşaqlar, şəkildəki sözün, yəni belə deyək də söz xırmandır. Üçüncüdə olacaq isə tərəzi. Cavab olacaq A bəndi. Gəlin oxuyaq mətni. Deməli, uşaqlar, mən mətni oxumuşam. Siz də oxuyun mətni. Başlayaq sualların izahına. Murad əvvəlcə nəyi maraqla soruşdu? Deməli, uşaqlar, arılar niyə güllərin üstünə qonduğunu? Cavab olacaq B variantı. Müəllimin əsas məqsədi nə idi? Uşaqlara arı tutmağı öyrətmək, uşaqları qorxutmaq, uşaqlara təbiət və arılar haqqında məlumat vermək. Doğru variantımız C variantıdır. Arılar güllərdən nə toplayırdılar? Nektar. Cavab olacaq D variantı. Mətndə Murad necə birikimi göstərilir? Uşaqlar, maraqlı və öyrənməyə həvəsli idi, tənbəl deyil idi, kobud deyil idi, qorxaq deyil idi. Müəllimənin sözlərinə görə arılar nə üçün vacibdir? Bitkilərin çoxalmasına kömək etdikləri üçün. C variantı. Kiçik olsalar da təbiət üçün çox vacibdirlər. Cümləsi nəyi bildirirdi? Deməli, uşaqlar, çünki kiçik canlılar da faydalı ola bilər. Kiçik də olsa faydalı idilər. Müəllimənin davranışından hansı nəticəni çıxarmaq olar? O səbirli və məlumatlı biridir. Cavab olacaq A variantı. Sərt deyil idi, qorxmurdu, uşaqlarla maraqlanmırdı. Bunlar səhvdir. Kamal niyə arını qovmaq istədi? Ondan uşaqlar qorxduğu üçün qovmaq istədi. Gəzintinin sonunda uşaqlar nə hiss etdilər? Əlbəttə ki, sevinç hiss elədilər. Muradın son fikri nəyi göstərir? Deməli, B variantı arıların faydalı olduğunu anladığını göstərir. Mətndə əsasən hansı fikir doğrudur? Deməli, arılar yalnız insanlar sancmaq üçün yaşayır. Xeyr, Kamal arıları çox sevirdi. Müəllimə uşaqlara arılar haqqında məlumat verir. Doğru fikir budur. Və müəllimə niyə arıları narahat etməyin deyir? Çünki uşaqlar onlar təhlükə hiss eləyəndə sancırdılar o səbəbdən. Və gələk ikinci mətnimizə. İkinci mətnimizdə oxumusunuz böyük ehtimal. Gəlin suallarınıza baxaq. Deməli, Asil rəsm çəkəndə özünü necə hiss edir? Əlbəttə ki, sakit hiss eləyirdi. Sonra 17-ci. Kamran şahmatı ən çox kiminlə oynayırdı? Atası ilə oynayırdı, C variantı. Leyla hansı kitabları sevirdi? Macəra kitablarını, yəni D variantı. Rauf yıxıldıqdan sonra nə elədi uşaqlar? Hobbisindən əl çəkmədi. D variantı. Kamranın xarakteri haqqında hansı nəticə doğrudur? Tez ruhdan düşür, öyrənməyə həvəslidir. B. Şahmatı sevmir, tənbəldir. Xeyr, B variantı. Hansı şagird dostları ilə fəaliyyətini bölüşürdü? Uşaqlar Leyla. A variantı olacaq. Mətnin əsas ideyası nədir? Hər kəsin fərqli maraq dairəsinin olması. C. Leyla haqqında hansı fikir yanlışdır? Şahmat oynamağı sevir. Leyla şahmat oynamaq sevmir axı. Hansı şagird fiziki fəaliyyətlə, deməli, məşğul olurdu? A variantı. Rauf. Vaxtın necə keçdiyini hiss etmir ifadəsi nə deməkdir? Kitabın oxumağı ona çox maraqlı gəlirdi. Asil dərnəyə getməsi nəyi göstərir? Niyə görə gedirdi? Çünki onun məsuliyyətli olduğuna görə dərnəyə gedirdi. Mətnə görə hansı fikir doğrudur? Uşaqlar, Leyla oxuduqlarını paylaşmağı sevir. C variantı. Raufun davranışı onun hansı xüsusiyyətini göstərir? Deməli, cəsarətli və davamlı olduğunu. Hansı ki, şagird hobbilər dostları ilə birlikdə edir? Əlbəttə ki, C variantı idi, Leyla və Rauf. 4 dostun ortaq cəhəti odur ki, uşaqlar onlar hobbilərindən zövq alırdılar. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.